Salam hər kəsə. Bugün sizdən bir yerdə Alman dilində ən çox istifadə olunan 3 əsas feildən danışacağıq. Birinci feilimiz lesen. Lesen feilinin əsas mənası oxumaq mənasına gəlir. Zum Beispiel, ich kann ein Buch lesen. Bir kitabı oxuya bilərəm və yaxud ich kann eine Zeitung lesen. Bir qəzeti oxuya bilərəm. Növbəti danışmaq feilidir və gündəlik əsasən diyaloqlarda və söhbətdə çox istifadə olunan feillərdən biridir. Zum Beispiel, mein Freund kann Deutsch sprechen. İş cümlədə dostum Almanca danışa bilər. Üçüncü əsas feilimiz lernen. Öyrənmə mənasına gəlir. Zum Beispiel, ich kann Deutsch lernen. Mən Almanca öyrənə bilərəm mənasına gəlir. Bu və buna bənzər videoların gəlməsi istəyirsə kanala dəstək olmaq məqsədilə videonu bəyənməyi, şərh bölməsində sözü bildirməyi, kanala dəstək olmaq məqsədilə kanala abunə olmağı və videonu dostlarınızla bölüşməyi unutmayın.